Einsteinlə tez-tez soruşulan "Tanrıya inanırsınızmı?" sualına hər dəfə eyni cavabı verirdi. Mən Spinoza'nın tanrısına inanıram. Bəs Spinoza kim idi və o necə bir tanrıdan bəhs edirdi? Hollandiyalı filosof Baruch Spinoza 17-ci əsrdə yaşamış, Descartes ilə birlikdə müasir fəlsəfənin banilərindən biri sayılır. Amma onu fərqləndirən əsas məqam Tanrıya baxışı idi. Spinoza Tanrını cəza verən, hesaba çəkən və ya yuxarıdan əmr yağdıran bir qüdrət kimi yox, təbiətin özü ilə bir olan, sevgi ilə qucaqlayan, hər şeyin içində yaşayan bir varlıq kimi görürdü. Einstein məhz bu Tanrını sevirdi. Spinoza'nın tanrısı deyir: "Dua etməyi dayandırın. Mən sizdən yalvarış yox, həyatı dolu-dolu yaşamağınızı istəyirəm. Mahnı oxuyun, sevin, toxunun, görün, hiss edin. Mən sizin mənim üçün tikdiyiniz soyuq daş binalarda deyiləm. Mən dağlardayam, dənizlərdə, küləkdə, günəşdəyəm. Mən yeni doğulmuş bir körpənin təbəssümündəyəm. Sevgidə, dostluqda, təbiətdəki hər möcüzədəyəm. Səfil həyatınız üçün məni günahlandırmağı dayandırın. Mən sizi heç vaxt günahkar olaraq yaratmamışam. Seks pis deyil, cinsi həyat qadağan deyil. Bunlar sizin sevginizi və coşqunuzu paylaşasınız deyə verdiyim hədiyyələrdir. Mənimlə heç bir əlaqəsi olmayan qədim kitabları əzbərləməyi buraxın. Əgər məni günəşin doğuşunda, bir ananın gözlərində, bir dostun təbəssümündə görə bilmirsinizsə, məni heç bir kitabda da tapa bilməzsiniz. Məndən bağışlanma dilənməyi buraxın. Mən sizə natamamlıqları, arzuları, ziddiyyətləri olan bir ürək verdim və ən önəmlisi, sizə azad iradə verdim. Sizi siz edən nə varsa mən vermişəm. O zaman niyə sizi cəzalandırım? Mən sizi sevirəm. Sizi yandırmaq üçün yox, sevmək üçün yaratmışam. Səhvlərinizlə, zəif tərəflərinizlə, sevincinizlə sizi sevirəm. Heç kimi cənnətə aparmaq üçün yox, burada, bu həyatda yaşasın deyə yaratmışam. Özünüzü kiçiltməyi dayandırın. Mənim varlığımı sübut etməyə çalışmağı dayandırın. Məni tərifləməyin. Məni tərifləməyinizə ehtiyac yoxdur. Mən egomanyak deyiləm. Əgər mənə təşəkkür etmək istəyirsinizsə, o zaman özünüzə yaxşı baxın, dünyanıza yaxşı baxın, insanlara yaxşı davranın. Bu həyat imtahan deyil, bir məşq də deyil, bir mükafat və ya cəza mərhələsi deyil. Bu həyat sizin sahib olduğunuz yeganə reallıqdır. Mənə inanmağı buraxın. Mənim üçün inanmaqdan daha vacib bir şey var: hiss etmək. Bir uşağı qucaqlayarkən, sevdiyiniz birini öpərkən, suya girəndə, musiqi dinləyəndə, məni o anlarda hiss edin. Bax, mən məhz ordayam. Və indi sizə son olaraq bunu soruşuram. Sizə verdiyim həyatı bəyəndinizmi? Onun dadını çıxardınızmı? Sevdinizmi? Öyrəndinizmi? Həqiqətən yaşadınızmı? Mənim yanıma gələndə də sizdən istəyəcəyim tək şey bu olacaq. Bəli, Einstein belə deyirdi: "Mən Spinoza'nın tanrısına inanıram. Çünki o tanrı cəhənnəmlə hədələmir, günahlar üçün utanmağa məcbur etmir və həyatı yaşanacaq bir nemət kimi təqdim edir." Bəlkə də biz illərlə qorxu ilə baxdığımız tanrını əslində təbiətin içindəki səssiz sevgidə axtarmalıydıq və bəlkə də ən böyük ibadət bir çiçəyi əzmədən yerimək, bir uşağın qəlbini sındırmadan sevmək və özünü bağışlaya bilməkdir. Çünki Tanrı sevgi ilə toxunulan hər yerdədir. Əgər belədirsə, bəs zalimların aqibəti? Spinoza'ya görə cəhənnəm hardadır? Hər zaman ən çox verilən sual budur. Yaxşı, bəs dünyada zülm edənlər, pislik edənlər, başqalarının haqqını yeyənlər, günahsız insanları ağladanlar, onların aqibəti necə olacaq? Əgər Spinoza'nın tanrısı heç kimi cəzalandırmırsa, onları kim cəzalandıracaq? Spinoza burada çox fərqli və düşündürücü bir cavab verir. O deyir ki, Tanrı, yəni təbiət, heç kimi ayrıca bir iradə ilə mükafatlandırmır və ya cəzalandırmır. Tanrı hər kəsə eyni qanunlarla yanaşır. Suyun qaynama temperaturu necə hamıya eynidirsə, cazibə qüvvəsi necə heç kəsə fərq qoymursa, insan həyatının qanunları da elədir. Bu qanunlardan qaçmaq mümkün deyil. Deməli, zalimin aqibəti Tanrının əlindəki odda deyil, onun öz əməllərinin içində gizlənib. Zülm edən insan əvvəlcə başqasının azadlığını əlindən alır. Amma ən vacib məqam odur ki, o əvvəlcə öz azadlığını itirir. Çünki Spinoza'ya görə həqiqi azadlıq yalnız ağıl, sevgi və harmoniya ilə mümkündür. Zülm edən insanın içində isə yalnız qorxu, nifrət və narahatlıq var.
Bir zalimi təsəvvür edin. Çox böyük saraylarda yaşaya bilər, minlərlə əskəri ola bilər, hər kəs qarşısında baş əyə bilər, amma onun yuxusu yoxdur. Çünki o bilir ki, etdiyi ədalətsizlik ona mütləq bir gün qayıdacaq. Daim öz kölgəsindən qorxur, ən yaxın adamlarından şübhələnir, öz ailəsinə belə güvənmir. Hər kəs ona düşmən kimi görünür. Spinozaya görə cəhənnəm də budur. O başqa bir dünyada deyil, elə zalimin öz ürəyindədir. Onun ruhu daim yanır, çünki heç vaxt əminlik, güvən, səmimi sevgi hiss etmir. Əslində bu həyatda pislik edənlərin cəzası onların yaşadığı həyatın özüdür. Onlar heç vaxt həqiqi sevgi, həqiqi dostluq, həqiqi azadlıq yaşamırlar. Hər şeyləri var, amma əslində heç nələri yoxdur. Əksinə, yaxşı insan hətta çətinliklər içində yaşasa da, hətta maddi baxımdan heç nəyə sahib olmasa belə, içindəki harmoniya, sevgisi və güvəni ilə azaddır. Onun ruhu işıqlıdır, bu da onun cənnətidir. Spinoza üçün cənnət və cəhənnəm fiziki yerlər deyil, onlar insanın daxili dünyasında baş verən hallardır. İnsan ağlını və sevgisini inkişaf etdirəndə Tanrıya yaxınlaşır və bu cənnətdir. İnsanı nifrət, qorxu, tamah idarə edəndə isə bu öz əlləri ilə qurduğu cəhənnəmdir. Bəs zalimların sonu necə olur? Onların sonu həmişə eynidir, daxildən çökürlər. Tarixin bütün pis insanlarına, zülümkar hökümdarlarına baxın. Bəziləri taxtdan indi, bəziləri tənhalıqda öldü, bəzilərinin adı lənətlə anıldı. Çünki təbiətin qanunları heç kimin xeyrinə dəyişmir. Qorxu və nifrət üzərində qurulan heç bir həyat əbədi ola bilməz. Spinoza deyirdi ki, ədalət Tanrının əlindəki bir qılınc deyil, ədalət təbiətin öz qanunudur. Hər kim bu qanunu pozarsa, öz-özünü cəzalandırır. Ona görə də zalimların aqibəti barədə narahat olmağa ehtiyac yoxdur. Onlar artıq öz cəzasını yaşayırlar və ən böyük cəza insan kimi yaşaya bilməməkdir. Spinozanın fəlsəfəsində ən mühüm məqamlardan biri də determinizm, yəni səbəb-nəticə zənciri anlayışıdır. O deyirdi ki, kainatda heç bir şey təsadüfi baş vermir. Hər bir hadisənin ən kiçik bir hərəkətin belə bir səbəbi var. Məsələn, bir yarpaq ağacdan qopub yerə düşür. Bizim üçün bu təsadüfi görünə bilər. Amma əslində həmin anı müəyyən edən küləyin istiqaməti, havanın rütubəti, yarpağın quruluq dərəcəsi, cazibə qüvvəsi və yüzlərlə başqa faktor var. Yəni hər şey bir-birinə bağlıdır. Spinoza üçün bu Tanrının qanuna uyğunluğudur. Bu baxış insanın Tanrıya münasibətini dəyişdirir. Çünki artıq heç bir möcüzə, heç bir kənar müdaxilə yoxdur. Spinozanın bu baxışı çoxlarının xoşuna gəlmirdi. Çünki bu ənənəvi dinlərin Tanrı anlayışını sarsıdırdı. Onun dediyi Tanrı insan xüsusiyyətlərində hökmran, hökm verən, cəza kəsən, əsəbiləşən, insanların geyiminə, davranışlarına qarışan bir varlıq deyildi. O hər şeyin içində olan, hər şeyin qanunu və zərurətidir. Bu səbəbdən də Spinozanın fəlsəfəsinə çox vaxt panteizm, yəni hər şey Tanrıdır adı verilirdi. Bu baxışa görə Tanrı ilə təbiət arasında sərhəd yoxdur. Bu gün də Spinozanın fikirləri olduqca aktualdır. Çünki biz çox vaxt Tanrını ya uzaqlarda axtarırıq, ya da cəza verən bir hakim kimi təsəvvür edirik. Amma Spinoza bizə deyir ki, əgər Tanrını görmək istəyirsənsə gözünü aç. Çünki o artıq buradadır. Təbiətdə, insanda, həyatın özündə. Bu baxış insanı həm məsuliyyətli, həm də azad edir. Məsuliyyətli çünki təbiətə və dünyaya zərər vurmaq əslində Tanrının özünə zərər vurmaqdır. Azad edir çünki biz anladıqca, hiss etdikcə öz həyatımızı daha şuurlu yaşamağa başlayırıq. Einsteynin dediyi kimi, belə bir Tanrıya inanmaq qorxularla deyil, möcüzələrlə dolu bir həyat yaşamaq deməkdir. Spinozanın Tanrısı insanın mənliyini kiçiltmir, əksinə onu böyüdür, genişləndirir. Çünki bu Tanrı qorxu üzərində qurulmuş deyil, o sevgi və harmoniya üzərində qurulub. Sona qədər izlədiyiniz üçün təşəkkürlər.